Ey insan, qəlbində gizlətdiyin sıxıntıları Allah bilir. İnsanlara söyləmədiyin dərdləri, gecə düşündüyün şeyləri, gələcəklə bağlı qorxularını, ruzi dərdini, nəsib olub gecikən evliliyi, qəlbini sıxan bütün şeyləri Allah bilir. Bəzən insan elə düşünür ki, hər şey gecikir, amma Allah heç nəyi gecikdirməz. Sadəcə hər şeyin zamanı gələndə verər. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur, olmaya xoşlamadığınız bir şey sizin üçün xeyirli olsun. Neçə insanlar vardı, qapılar üzlərinə bağlandı, ümidləri qırıldı, amma onlardan üz çevirdi. Amma onlar Allah'a yönəldilər və Allah onlar üçün heç gözləmədikləri qapıları açdı. Çünki Allah Azze ve Celle buyurur, mənə dua edən qulun duasına cavab verərəm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Allah subhanahu wa ta'ala buyurur, mən qulumun mənim barəmdəki zənni üzrəyəm. Allaha gözəl zənn et. Bil ki, səni unudan insanlar ola bilər, amma səni unutmayan bir Rəbbin var. Süfyan Əs-Səvri rahimullah dedi, bir qul Allahı tanıdıqda insanların ona fayda və zərər verə bilməyəcəyini anlayar. Dünyanın hamısı sənə qarşı olsa belə, əgər Allah səninlədirsə, heç kim sənə qalib gələ bilməz. Duanı tərk etmə, səbirdən vaz keçmə, qəlbini Allaha bağla. Çünki sən bu sıxıntılardan çıxaracaq olan yalnız Allah Sübhanahu wa Ta'aladır.